20 il bundan qabaq İlham Əliyev hakimiyyətə gələndən onun uğurladığı ilk milyardı biz normal deyək ki, işlətsəydik, nə bilim, insanlara az faizdən kredit mi verərdik, hansısa banka mı qoyardıq, infrastrukturanı mı düzəldərdik, məktəblər mi tikərdik, nə bilim, buna milyonlar da şey daxildir də, ölkədə nəyisə düzəltmək üçün. Əgər biz bunu etsəydik, hər şeyi qırağa qoydum, əgər biz bunu Azərbaycan xalqına sadəcə kredit olaraq az faizlərlə bir 10.000 nəfərə versəydik, üstündən 20 il keçib, bax bugün. Bugün həmin milyard ən azı 100 milyard idi. Başa düşürsünüzmü? Bax, təkcə 1 milyardı dedim ha. Bu 20 il ərzində onun uğurladığı 100 milyardları Azərbaycana normal investisiya eləyib, normal, belə deyim, normal işlərə xərclənsəydi, normal, məsəl üçün, investisiyaya xərclənsəydi, bugün həmin pulların sərhəddi yox idi. Başa düşürsünüz? Azərbaycanda bu dəqiqə insanlar başqa bir dövrdə yaşayardı. Başa düşürsünüz? Sizdə artıq 2026-cı il deyil, 160-cı il olardı. Yaponiyadakı kimi yaşayardınız. Başa düşürsünüzmü? Amma bugün siz orta əsrlə mən öldüm, mən ölüb yerə girdim. O günləri bir xanım bir video atıb mənə. Ağdaş bölgəsindəndir. Mən inandırım sizi, mən o uşaqların əyninin paltarını gördüm. Onu efirə verə bilmədim, çünki uşaqlar biraz qan falan var idi ayağında falan. Uşaqlar pis gündədir. Deməli, onların geyimini gördüm. And olsun şərəfimə. O belə köhnə kinolara falan bax, sizə müharibə vaxtı falan. Adamlar elə geyinib. Adamlar elə deyirsən, görən ilahi bu hardan düşüb? Neçə əsr geriyə mi vurmuşuq biz? Bu nədir? Orta əsrlərə mi düşüb insanlar? Amma Mehriban Əliyevin bir çantası, nə bilim, 20.000, 30.000, Leyla xanımın donu 40.000, 30.000, 27.000, misal üçün onun oğlunun köynəyi 3.000. Gəzirlər də özləri üçün. Ona görə də milyardlar. Baxın, heç kimin əlində sehirli çubuq falan yoxdur. İnsanları bu bədbəxtçilikdən, baş vermiş bu zülmdən, işgəncədən, gündən günə artan Azərbaycan xalqına qarşı işgəncədən çıxartmaq üçün bunun bir mexanizmi var, insanları bir-birindən danışmağa şey yaratmaq. Baxın, bizə baxanlar, başqa kanala baxanlar, ay kişi, mən kanal oynamıram. Onlar desin ki, gedin, heç kimə siyasətdən danışmayın. Siyasətdən danışan şərəfsizdir. Hamı getsin öz yaxınlarıyla, qonşularıyla, məhəllədə, küçədə, harda gəldi, danışsın. Baxın, bir də görəcəksiniz, hökumət içində işləyən müəllim, xəstəxanada işləyən həkim də sizin kimi düşünür. Onda ayılacaqsınız ki, mən tupoy, mən 20 ildir nə iş görürəmmiş. Bax, onu da ayılacaqsan. Onu deyəcəksən ki, mən də sənin kimi düşünürəm, narahat olma. Biz tək deyilik. Biz artıq artırıq. Biz sürətlə artırıq. Ona da başa salacaqsan ki, mən özüm sonra 3 gün keçəndən sonra deyəsən mən özüm sənə yaxınlaşdım. Sənin də fikrini öyrənmək üçün. Sən də başqasına yaxınlaş. Biz arta-arta gedək, görək bizdən nə qədərdir. Başa düşürsən? 3 gündən sonra sən planını ona deyərsən. Deyərsən, bax bu kanala baxırıq, o kanalda bizə elə deyirlər. Artın. Bir də görəcəksiniz, partlamısınız. Bir ay ərzində Azərbaycan dağılır. Belə-belə sirkələnir Azərbaycan. Onda müstəqil məhkəmələri müstəqil etməyə qaytarmaq istəyəcəklər. Audit falan quracaqlar ki, axtarın, bütün qoymayın, qaçırdıblar pulları, xəbərimiz olmayıb. Media azadlığı tez düzəldin, o işləri qurun. Onu qurmağa başlayacaqlar, başa düşürsünüz? Rəqabətli seçki keçirəcək. Bütün gün İlham Əliyev çıxıb o şeydən belə banlayacaq vitse-prezidentin yanına alıb. Sirkələyəcəksiniz siz danışanda. Başa düşürsünüz? Ona görə hakimiyyəti dəyişmənin Azərbaycanda yeganə yolu Azərbaycan xalqının gücüdür. Azərbaycan xalqı güclü xalqdır və bunun, belə deyim də,
öhdəsindən gələ bilən tək qüvvə Azərbaycan xalqıdır. Bunu bir siyasətçi deyirsə, o siyasətçi yalan danışır, axmaq adamdır, o sizi aldadır, o sizi harasa aparıb calamaq istəyir, partiyasına qoşmaq istəyir. O deməli İlham Əliyevi dolayısı yolla işləyir ki, mən gəlib hakimiyyəti dəyişəcəm, mənə inan. Hə, deyə bilər ki, mənim partiyama gir. Çünki adam prezident seçkisində istəyər ki, özünün partiyadaşı çox olsun, onu prezident seçkisinə. O başqa məsələ. O başqa məsələ. Amma kim deyirsə mən dəyişəcəm, Azərbaycan xalqı, yox, biz partiya adam yığacağıq, dəyişəcəyik, parlament qurmuşuq, dəyişirik falan, gəlir gözümüzdən. Belə yox. Belə şeylərə düşməyin. Bunların hamısı tələdir. Atamın gör haqqı tələdir. İnanmırsınız. Baxın, mən nə bilim, nəslim qırılsın yalan deyirəmsə, hamısı, ay kişi, hamısı yalandır. Hamısı sizi aldatmaq üçündür. Başınızı yozmaq üçündür. Bütün nə görürsünüzsə, hamısı ondan ötürüdür. Bax, Londonda düzəldilən o parlament varmı? Nəslim köküm qırılsın yalan deyirəmsə, hamısı Əliyev işləyir. Hamısı. Hamısı. Belki də içində 2-3 nəfər olar, yox. Hamısı 90%. Başda olan, ayaqda olanla bir yerdə. Bəziləri dolayısı yolla o yazıqlar onlara inananları demirəm. Onu mənim sözüm yoxdur. Adamın Allahı var. Gərək insan öz şeyinlə danışam. Amma oradakıların hamısı, yəni o qədər sizə deyirəm ki, o qədər bu söyüşləri söylədim ki, özümə başa düşəsiz ki, bu antları içdim ki, başa düşəsiz ki, bunlar çıxış yolu deyil. Sən bax ki, Azərbaycanda əgər bunların nəyinisə ölçmək üçün bunlara da bax. Gör, işləyirmi bunlar dolayısı yolla? Yoxsa yox? Soyadını düzəlt. Əli İmanov. Yaxşı, düzəldərəm. Nə yazmışam ki? Soyadımı harda gördünüz ki? Harda yazmışam ki soyadımı? Anlamadım. Ola bilər hardasa yazmışam, üzürlüsən. Səhv yazmışam, ola bilər. Mən də səhv eləyə bilirəm də, mən də insanam da. Bütün insanlar səhv eləyə bilir. Bütün insanlar. O Azərbaycanda bəzi adamlar var, başa düşməyənlər var. Nə bilim, deyir, mən deyirsən ki, bunlar korrupsionerdir, bunlar belədir. Deyir, ay kişi, bir deyirsən, necə bilim ki, mən bunlar korrupsionerdir? Bax, onlara pislik danışmaq falan lazım deyil. Onlara göstərmək lazımdır. Demək ki, bana bax, rüşvət alıb falan yox. Onu yavaş başa salmaq lazımdır. Sən onu başa salmaq istəyirsən, yoxsa onu verib avariya eləmək istəyirsən, bunu anlamalısan. Sən ona yaxın podxod deyir Rusa. Onu anlamalısan ki, ona necə yaxınlaşmalısan. Ona deməlisən ki, bax, qardaş, bax gör kim varlanır, kim kasıblayır gündən günə. Onu öyrət. Qoy özü fikirləşsin. Qoy bir zəhmət də onu özü fikirləşsin. Ona başa sal ki, baxın, dövlət müqavilələrini gör kimləri alır. Onu başa sal. Qanun kimə işləyir? Gör, deyin kimə işləyir? Qanunu kimlərə istisna eləyir ki, ya sən bunu eləsən də olar, biz görməyə bilərik. Məhkəmələrdə kimlər qalib gəlir həmişə? Sadə xalq, yoxsa yuxarıda oturanlar hansısa bir mübahisə olanda? Televiziyaları kim idarə edir? Onu soruş. Ona deyin, onu deyin. Lazım deyil sən ona deməyin ki, bunlar uğraşdı falan, lazım deyil. Onu başqaları deyir. Onu elə dedikcə onu qorxudursan. O insanlara elə yaxınlaşmaq lazım deyil. O insanlara bunları demək lazımdır. Televiziyaları kim idarə edir? Ona deyin. Kimlər nazir olur? Kimlər milyardlar qazanır? Kimlər xalqa belə, nə bilim, padnosda göstərilir? Qoy özü fikirləşsin ondan sonra. Deyən bunu mən deyim, qalanı özün fikirləş, sonra danışarıq. Qoy məcbur qalsın fikirləşməyə. Qoy biraz düşünsün. Qoy düşünsün ki, dövlət nədir? Bu bir dağıdırlarmış ki, qoy özü baxsın da. İnsan, sən belə deyəndə insan daha da çəkilir. İnsan həmişə instinktiv olaraq ona nəsə deyəndə o həmişə geri çəkilir, düşünür ki, bəlkə bu məni nəyisə provokasiya çəkir. O elə demə, sən denəm, belə bilmək istəyirsənsə, həqiqətdən bunları deyə bilərəm. Denəm bunları. Lazım deyil insanları qorxutmaq.
Baxın, biz insanlarla işləyə bilərik. Bizim kanala baxışı artırın. Belə şeylər cüzi şeylərdir. Belə cüzi şeylər də böyük işlər gətirir. Baxın, medianın təsiri, pulun təsiri, danışığın təsiri. Biz bunları sizə oturub dərs keçəcəyik. Dərs. Xalqı yönləndirin Xalq TV-yə. Mən özüm bütün günü gərəkirsə sabahdan axşama kimi hər şey edib burada oturub dənə-dənə sizlərə bu problemlərin necə aradan qaldırılmasını, necə olmasını, necə həyata keçirilməsini tək mən yox, dostlarımı çağıracağam efirə. Lazım olacaq, həmin fransız çağıracağam. Lazım olacaq sizə tərcümə edəcəm onun dediklərini. Lazım olacaq Amerikalı dostlarım var, bir oxumuşuq. 2 il bir oxuduq burada. Onları çağıracağam. Onlar danışacaq siyasətdən. Lazım olacaq kimi istəyirsiniz. Azərbaycandan dostları çağıracağam. Kim lazımdırsa. Baxın, ölkədən kənarda yaşayan yüzlərlə insan var ki, onların səviyyəsi belə deyim, elə-belə səviyyə deyil. Mən çox istəyərdim ki, Natiq Cəfərovu çağıram bura. Natiq Cəfərovu çağıram. Mən elə insanların tapıb çıxardıb, bax burada danışdırmaq istəyirəm. Qənimət Zahidi çağıracağam. Sevinc Osman qızı məni dəvət eləmişdi. Təşəkkür edirəm, gedəcəm onun efirinə. Sevinc Osman qızını çağıram. Digərlərini çağırım. Səmimi olan hər kəsi çağıracağıq, baxacağıq, danışacağıq. Baxın, onların da efirində olacaq, hər yerdə olacaq. Siz, baxın, mən heç vaxt reklam istəmirəm öz kanalıma. Sizə ona görə deyirəm bəyənin, paylaşın. Mən bütün o gördükləriniz hamısı, həmin dostların, adını çəkmədiyim dostların hamısının kanalını reklam eləmişəm. Hamısının. Birinci kanalı YouTube'da mən yaratmışam. YouTube kanalını mən açmışam. Filan kəsin kanalına abunə olun. 3500 adamla mən baxmışam. Təhlükələrin hamısını almışam çiynimə. Azərbaycana yaxın bir dövlətdən bunları etmişəm. Hansı ki, Avropada oturublar isti yerlərində. Onların kanallarını reklam elətmişəm. Orada söyüşlər söyüblər. Orada mən təhlükəyə atılmışam. Amma yenə də yer çəkməmişəm. Onlarla nefrət çıxmışam, demişəm, söyürlər, əcəb eləyirlər. Başqa yol qoymamısınız. Bax, həmin o dostların kanallarını reklam etmişəm. Bu dəqiqə maksimum şəkildə hamısı qaçıb gizlənir ki, göy görmürlər. Göy dünyadan xəbərləri yoxdur. Başa düşürsünüz? Mənim kanalımı reklam falan lazımdır. Mənim varlığımdan, YouTube'da olan varlığımdan 5 nəfərin xəbəri olsa, arta-arta gedəcək. Hə, baxın, 10 gün bundan qabaq bu kanala çıxanda artıq 500 abunəm var. Artıq bir günə 22 min baxışım olur. Bunu baxırlar insanlar short videolarda hər yerdə. İnsanlar gələcək, bu belə deyil ki. Amma daha tez arta bilərdik. Bugün 22 min yox, 200 min baxış ola bilərdi həftədə. Başa düşürsünüz, 48 saatda 22 min baxışım var. Bu 200 min ola bilərdi. Mən heç kimə amma istəmədim. Çünki istəmirəm də özdə. Mən heç kimə o kimsə məndən xahiş eləməyib. Mən orada onun kanalını yazmaq, o özüm yazmışam. Çünki mən vətən üçün çalışıram. Mənim vecimə də deyil. Kim məni tanır? Heç mən heç birində deyək ki, tanımıram. Heç tanımaq da istəmirəm. Amma burada vətəndən gedir söhbət. Mənim onu tanımağım, mən İlham Əliyev qafasında deyiləm ki, o mənim dostumdur, mən ona imtiyaz edeyim, nə bilim, o filan şeydir, mən ona belə deyim. Ona görə deyirəm, biz artmalıyıq. Biz sürətlə artmalıyıq. Əgər Azərbaycanda nəsə istəyiriksə, sürətlə artmalıyıq. Baxın, bu iş elə belə iş deyil. Mən əlimi demək olar ki, daşın altına yox, daşın altına qoymuşam, elə belə daş deyil. Bu daş əlimi qanadır. Baxın, təkəm, bu daş əlimi qanadır bu günlərim. Belə. Burada nə yazırlar, mən başa düşmürəm. De yazır ki, bir dostumuz yaxşı lap elə. Mənim ilk YouTube kanalım 2004-cü ildən 22 il əvvəl. Hə, olsun da dostum, nə olsun ki?
Mən bilmirəm. Bir də 30 il olsun dostum. Mənim kanalım bu değildi ki. Bu Xalq TV'ni biz yeni açmışıq dostum. Bundan öncəki kanalımızı Emin Hüseynov, Mehman Hüseynovun qardaşındadır. Onu Fraqman TV elədi özü. Mənə dedi ki, bu kanal mənə lazımdır. Birlikdə layihəmiz var. Gəl bunu həyata keçirək. Mən də verdim kanalı. İndi kanal ondadır. O layihəni də nə başladıq, nə də bitdi. Kanalın içindəkiləri də sildi. Qalıb kanal boş orada, layihə də qaldı orada. Bütün mənim tarixçəmi də oradan sildi. Yaxşı ki, başqa yerlərdə yazılı durur onlar. Başqa kanallarda, başqa mənim kompüterimdə. Amma bu mənim kanalım açılanda 2018-ci il, 19-cu il idi. Həmin Xalq TV açılanda. Mən canlı yayımlarıma 3500, 2500 adam baxırdı ən azı. Hamı məni gözləyirdi. Məndən sonra keçirdi başqa kanallara baxmağa. Yəqin burada olanlar var o. Mən demirəm ki, mənim kanalım ə, yaxşıdır. Bu kanal belədir. Yox, bu kanal 2-3 ilin kanalıdır. Açmışam, qalmışdı orada. Arada video atırdım. Bitdi, getdi. Amma Xalq TV-nin prinsipi bu deyil. Xalq TV həmişə necə işləyirdi? Yadınızdadırsa, bütün problemləri danışırdı, insanları qoşurdu efirə. İnsanlar hər gün telefonla danışırdı, problemlərindən danışırdı, bütün ölkədə baş verənlərdən, onun başına gələnlərdən danışırdı. Televiziya göstərməyən şeydən danışırdı, korrupsiyadan danışırdı, xəbərlərə çevrilməyən hadisələrdən danışırdı. Şikayətlənirdilər. Haqlarını tələb eləyirdilər. Məhkəmədən danışırdılar. Xanımlar çıxırdı efirə. Necə idi bizim kanal qabaqçı? Bax, deyəm ki, həmin yerə qaytaracaq. İnsanlar danışacaq bu kanalda. Bu kanalda İmaməddin falan yoxdur, anlayın. Bu kanalda ola bilsin gələcəkdə mən olmayacağam. Başa düşün. Mən bloger falan olmaq fikrim yoxdur. Amma görsəm ki, yox, insanlar öz bildiyi ilə gedir. Hamı öz bildiyi, mən məcburam burada qalmağa. Amma gələcəkdə hər şey düzələndən sonra mən niyə oluram ki? Bu kanal niyə olur ki? Bu kanal yalnız insanlar üçündür. Ona görə bu kanal olur. İnsanların problemlərini işıqlandırmaq. Qurtardı getdi. Xalqın televiziyasıdır. Bitdi. Xalqın YouTube televiziyası. Gələcəkdə Sputnik televiziyası olsa da Azərbaycandan yayımlanmayacaq. Azərbaycanda hakimiyyət dəyişsə də oradan yayımlanmayacaq. Çünki olmaz. Bunu bir institut kimi, Azərbaycan hansı hökumət olsun, onun başında qapaz kimi saxlamalıyam. Başqa yolu yoxdur. Çünki biz çox, belə deyim, imtiyazlar verdik bunlara. Mənə fərqi yoxdur. Bu yaxşı prezidentdir. Buna imtiyaz verin. Nə bilim bu, mən sənə imtiyaz, konstitusiyada mənə imtiyaz ver. Mən sənə imtiyaz verə bilmərəm. Sən nə qədər yaxşı olursan ol, kim olursan ol, sənin imtiyazın ola bilməz. Sənə bu gün bu imtiyazı verdim. Bəlkə sabah sən yaxşısan, yerinə bir pisi gəldi. Və ondan o öz əleyhinə istifadə edəndə nə olacaq? Bunun hamısını düşünməlidir. İnsan konstitusiyanı yenidən baxmalıdır, əzbərləməlidir, görməlidir ki, onun içində nə var. Sahibkarlar yenidən və hər şey yenidən fikirləşməlidir. Sahibkarın özü də, müəllim də, müəllimə də, kimi deyirsiniz. Çünki bu belə başlayır. Onun üçün də abunə olun, bəyənin, paylaşın. Təşəkkür edirəm. Bir dostum da deyir ki, bugün mən sizi izlədim videonuzu. Keçmiş videoları da ola bilsin görənlər var bu arada. Nəysə təşəkkür edirəm. Yəqin ki 1 saat 20 dəqiqədə artıq efirdəyik. Maksimum şəkildə bəyənin, paylaşın ki, insanlar həqiqətlərdən xəbərdar olsun. Biz insanları ayıltmaq üçün, biz insanları sirkələmək üçün buradayıq. Ola bilər acıqlı söz deyə bilərik. Nervlənməyin, əsəbləşməyin. Çünki məcburuq. Bəzən insanları belə yavaş sirkələməklə onlar ayılmır. Bəzən onları bərk sirkələmək lazımdır. Hər kəs eyni yuxuda deyil. Baxın, ölkəmizdə baş verən korrupsiya deyil. Mən bunu anlada dilim yara oldu. Baxın, bunlar siyasi gücü ələ keçirib istədiyini edirlər ölkədə. Bu düşmənlikdir Azərbaycan xalqına. Hər şeyə təsir edirlər. Yeməyinə, içməyinə, mediana, nə bilim, hər şeyinə, qanununa, hüququna, hər şeyinə müdaxilə edirlər. Bunu anlatmalıyıq. İnsanlar bunları bilməlidir. Bunların hər biri bir mövzudur. Mən burada başlıq deyirəm. Siz başa düşürsünüzmü? Mediaya təsir demək, bilirsinizmi bu nə deməkdir? Oturub danışsaq, media nədir? Ona təsir nədir? Hansı ricadlar var? Nə bilim, oturub danışsaq, bu biri bir mövzudur. Anlada bilirəm. Mənim hər sözümün altında bir mövzu var.
yatan bir mövzu. Başa düşürsən? Bunu açmaq saatlar, günlər, aylar alar. Bu ona görə deyirəm, insanlar tez qoşulsun bizə. Biz 15 nəfərə hər şeyi danışmaq olmur. 15 nəfərlə bunlar baş vermir. Maksimum şəkildə videolarımızı baxın, bəyənin, paylaşın. Biz heç kimə şər atmırıq. Bu günə kimi İlham Əliyevin nə ailəsinə, nə özünə, nə yaxın ətrafına əlimdə faktsız, sübutsuz olmayan bir sözü demişəmsə, ilk öncə məni qınayacaq olan insanlar sizsiniz burada. Deməlisiniz ki, yaxşı başa düşdük, İlham Əliyev budur. Sən niyə ona bu sözü deyirsən? Başa düşdün? Sən niyə özünü, bax, İlham Əliyevə misal üçün deyirəm, hansısa bir pis ifadə işlətdim. Deyə bilərsən ki, yaxşı, İlham Əliyev korrupsionerdir, kleptokratdır, oğrudur, falan kəsdir. Amma sən niyə o pis kəlməni onu işlətdin? Siz mənim ağzıma ilk öncə o şeyləri vurmalısınız. Çünki mən burada xalqın adıyla, xalqla danışıram. Mən o səviyyəyə düşə bilmərəm. Çünki xalq sonra qorxacaq. Mən deyə bilərəmmi pis söz? Deyə bilərəm. Danışa bilirəmmi? Danışıram. Ən yaxşısını danışıram. Dostlarım da deyir. Nə qəşəng danışırsan. Amma bura onun yeri deyil. Bura xalqın kanalıdır. Burada xalq danışmalıdır. Mən burada ağzıma gələni danışıram. Sabah kim gəlib mənə qoşular? Kim gəlib mənim dediyimə inanar? Baxın, mən İlham Əliyevə bu günə qədər heç bir söz deməmişəm. Mən müəllim deyiləm. İmaməddin müəllim ola bilməz. Bax, sən məni müəllim İlham Əliyevdir. Başa düşürsən? Mən bilmirəm sən kimsən. Artıq bir neçə dəfədir soruşsan, haram bitirmisən. Bu sənə niyə maraqlıdır ki? Müəllim İlham Əliyevdir. Mən müəllim deyiləm. Biz bir-birimizə müəllim deyə müraciət eləmirik. Harada, Rusiyada yoxsa Fransada haram bitirmişsən? Haran tanıyırsan? Alixanov, Elvin. Haran tanıyırsan? Dedim. Ha, deməli, dostlar, İlham Əliyev bu günə kimi nə ona, nə ailəsinə, nə yaxın ətrafına, nə heç kimə bu günə kimi heç bir pis söz ağzından çıxmayıb. Çıxa da bilməz. Hər şey iki başlıdır. Başa düşürsünüz? Hər şey iki başlıdır. Ona görə mən ona söysəm məni söyər. Mən onun haqqında təhqir etsəm məni təhqir edəcəklər. Ona görə biz xalqıq. Biz xalqın adından danışırıq, xalqıq. Ona görə gəlin belə eləyək. Bu kanalı bəyənməyə, paylaşmağa çəkinməyin. Çünki mən burada yalnız faktlara əsaslanıram. Deyirəm ki, İlham Əliyev korrupsionerdir, oğrudur, kleptokratdır. Ailəsi oğrudur, korrupsionerdir, ölkənin milyardlarını ölkədən çıxardıb. Mən bu sözü deyəndə, ay əziz xalqım, baxın, mən anlayın, mən bunu əsaslanıram faktlara. Misal üçün, deyək ki, hansısa bir jurnalistika təşkilatı deyək. Ola bilsin, onların birləşmiş şeyləri də var. Birləşir, araşdırma edirlər. Deyək ki, misal üçün, ad çəkməyim, sonra göndərəcəklər ki, belə bir şey var. Ad çəkmirəm, ona görə çəkmirəm. Bir jurnalistika araşdırmacı jurnalistlər yığışır, deyək ki, bir yerə. Bir dənə deyil, 5000-dən artıqdır. İlham Əliyevin korrupsiya haqqında, belə deyim, İlham Əliyev və ailəsi haqqında olan korrupsiya sənədləri 5000-dən artıqdır. Başa düşürsünüz? Google'a girirsiniz, İngilis dilində deyirsiniz, İngilis dilinə Azərbaycan dilinin nə fərqi var? Yox, fərqi var. İngilis klaviaturanızı çevirin İngilis dilinə, yazın İlham Əliyev. Əliyev yazırsınız. Siz bir dənə belə bizdə C var, bax o K-dır da. Bir dənə onu basırsınız. Sıraz özü korrupsiya çıxır orada. Onun üzərinə basırsınız. Sonra girirsiniz Google'a. İndi sizə Google'a girməyi öyrədirəm. Görün indi hardayıq da. Girdiniz Google'a, baxın, aşağı enirsiniz, basırsınız 2, aşağı enirsiniz, basırsınız 3, aşağı enirsiniz, basırsınız 4. Hər dəfə Google'da səhifələr dəyişdikcə İlham Əliyev korrupsioner filan vaxtı 2013, 2012, 2014, 2003, 2005, 2008, 2018, 2021, 2025, 2029 hamısı orada var.
Adamın bütün açılan listə Google'da korrupsiya açılanda ondan artıq səhifə var Google'da. Başa düşürsüz? Mən İlham Əliyevə kleptokrat, oğru, ailəsi oğru deyəndə mən bunlara əsaslanıram. Yoxsa İlham Əliyevin əlində heç nə tutmamışam. Baxın, əgər İlham Əliyev desəydi ki, o korrupsiyaların birinə qarşı etirazı olsaydı, desəydi ki, baxın, bu jurnalistlər Londondakı mənim mülklərimi yalanla deyiblər. Bunu mənə şər atıblar. Mənim Londonda mülküm yoxdur. Deyə bilərdimi? Deyərdi. Onu deyəndən sonra İmaməddin Əlmanov götürəcəkdi həmin jurnalistikaya ya faks vasitəsilə, ya e-mail vasitəsilə, ya telefonla zəng eləyəcəkdim. Dedim, qardaş, sən İlham Əliyevə niyə şər atırsan? Və deyir, mən eləməmişəm axı. Başa düşürsən? Mən bunları deyirəm də. Deyirəm ki, İlham Əliyev onları qəbul edir deyim mən ona korrupsioner, kleptokrat, oğru, quldur deyirəm. Başa düşürsünüz? Baxın, quldur mən həmişə mənə onu şey tuturlar. Qulduru deyirsən oğru ilə bir. Mən oğru mənim üçün quldurdur. Başa düşürsən? Yol kəsən mənim üçün fərqi. Yolu nəyə görə kəsir? Biznesmenlərin yolunu kəsdilər Azərbaycanda dostum. Kəsdilər biznesmenlərin qabağını. Kəsdilər. Neynədilər? Əllərindən pullarını aldılar da. Onların yolunu kəsmək nə idi ki? O quldurluq nədir ki? Mənim üçün quldur da oğrudur, oğru da quldurdur. Dəvəçidə yaşayırsan, lap əla qardaş. Mən nə deyirəm ki? Əla eləyirsən. Mən demirəm ki, Gürcüstanlısınız, Dəvəçidə yaşayırsınız. Ola bilsin, mən sizi tanıyıram bəlkə də. Bəlkə də siz də məni tanıyırsınız. Çünki Gürcüstanda çox olmuşam. Mən Gürcüstanda yaşamışam mən. Gürcüstan mənim ikinci vətənimdir demək olar. Azərbaycandan sonra Gürcüstan mənim ikinci vətənimdir. Mən Gürcüstanın xalqını, oradakı Azərbaycanlıları hamısını çox sevirəm. Hamısını. Amma mənə qarşı orada bəzi hərəkətlər də oldu bu hökumət tərəfindən göndərilən itlər tərəfindən. Amma onu da bağışladıq, getdi. Yəni onlar da pula görə etmişdi. Amma yenə də bağışlandı. Onlar mənə fərqi yoxdur. Mən onlara it deyirəm çünki üzlərinə demişdim o it sözünü. Bir-iki nəfər var idi orada. Amma yəni 1-2 nəfər. 2 ilə 3 ilə 1-2 nəfər. Yəni o da pis deyil. Belə dəvəçidənsiz, hə, ola bilər. Mən bəlkə də sizi tanıyıram. Bəlkə də dostumsunuz heç. Telefonda falan da danışmışıq, ola bilər. Dəvəçidən çünki bir adamdır. Mən dəvəçidən... siz indi dəvəçidə yaşayırsınız, başa düşdüm. Mən dəvəçinin sözünü açıq tanımıram, amma yaşayanları bilirəm. Mövzudan çıxmayaq, xahiş edirəm. Bir gün oturub özüm haqqında bir veriliş hazırlayacağım. Sinif yoldaşlarımı, universitetdə tələbələrini, hamısının şəklini də qoyacağım. Bu mövzu o deyil. Onların hansı ki siyasətçilərdir, hamısı politologiya üzrə oxuyurlar. Amerikalılar da var içlərində. Mən artıq bitirmişəm, onlar hələ oxuyacaq 2 ildən sonra. Onlar şeylə gəlmişdilər, Fransada dəyişimlə, Fransalıları ora göndərdi, onlar da bura göndərdi oxumağa, belə. Onu bir gün danışarıq, o başqa mövzudur. Bizim əsas mövzumuz Azərbaycandakı kleptokrat oğru rejimdir. Biz onlarla mübarizə aparırıq və özüm haqqında nə vaxt istəyirsinizsə bir gün açaram bütün verilişi, atamı da qoyaram, necə öldürüblər onu da qoyaram, danışaram, onun qəbri fotoqrafını da qoyaram. Öləndən sonra onun bədənindəki o göyləri də, ləkələri də qoyaram. Çünki 2-3 gün ondan qabaq polisə aparılmışdı. Onu da qoyaram. Problem deyil. Öz haqqımda mən heç vaxt özümü niyə gizlədim ki? Mən İlham Əliyev deyiləm ki, nəyimisə gizlədə biləm. Gizlədəm. Mənim gizlətməklə heç işim yoxdur. Dədəm məlum, anam məlum, özüm məlum. Siz mənə deyin görüm, əziz Azərbaycan xalqı. Biz bugün efiri yekunlaşdırırıq. Siz paylaşdınızmı, bəyəndinizmi? Çünki mən hamının Allah balasını saxlasın. Mən artıq ayrılmalıyam. Çünki getməliyəm öz işlərimin dalınca. Bəyəndiniz, paylaşdınızmı? Onu deyə bilərsinizmi? Hər kəsə təşəkkür edirəm, minnətdaram. Yaxşı ki varsınız, yaxşı ki bu kanaldasınız, yaxşı ki baxırsınız. Hələ 1 ay, 2 ay bundan qabaq, 1-2 ay bundan qabaq bizə 1 ay yox daha doğrusu 20 gün bundan qabaq biz bu kanalı ayın 21-də açdıq, elə deyilmi? Bugün ayın 4-üdür. 21-dən biz efirlərdəyik.
Mən sizə təşəkkür edirəm. Mən baxanda 0 adam baxırdı. Mən danışmağa başlayanda heç bir adam da yox idi. Özüm danışdım. İndi bu gün 80 nəfərik artıq. Belə deyim, bu gün artıq biz burdayıq. Artıq 80 nəfər bizə baxırsa, bizim videolarımıza baxılırıqsa, deməli biz artacağıq. Biz artmağımız üçün kəsit videoları mən kanalından asılı olmayaraq harada istəyirsiniz, kəsin, paylaşın. Mən heç kimə müəlliflik haqqı falan da verəsi deyiləm. Mən sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Yaxşı ki, varsınız. Sağ olun. Əgər gecə, nə bilim, birdən beynim çönərsə, gecə saat 2-də, 3-də bir də görürsüz efir aça bilərəm. Yəni mən yata da bilmirəm. Çünki o qədər doluyam. Təşəkkür edirəm. Yaxşı ki, varsınız. Yaxşı ki, bizimləsiz. Sağ olun. Sağ olun, sağ olun. Elvin bəy, siz də